Salam əziz izləyicilər. Biz hal-hazırda Şamaxı rayonunun bəli, Gülüstan qalasındayıq. 9-13-cü əsrləri əhatə edən Gülüstan qalası. Aşağıdan deyəndə yox, buranı çəkmənə. Ora mən gedə bilmərəm, oradan kəllə mayla gedərəm. Çöl adam yıxılmış da buradan, deyil? Yo, buradan yıkılmıştı. Həqiqətən də çox təhlükəli yerdir. Qoy buranı da çəkim. Gün düşür, görünmür. Hələ görüm aşağı düşə biləcəm. Oo, çox opaslı yerdir bura. Wow. Lafçıdır düzünü oxşadı bura. Risk eləyəcəm. Nə olar olar. Gələ tüfəngi də gətirərdi. Hə, niyə tapmırsan? Vay da, buradan yıxılsam. Всё. Kəllə mayallar getdi mi? Bilmirəm indi kamerada necə görsənir. Ama çok soldurum qayalık bir yerde dikilib. Gördüğünüz kimi ağac qayanın içindən çıxır. Bəzi mənbələrin verdiği məlumata görə 9-11 hətta 13-cü əsri əhatə edən qədimi bir tikili Gülüstan qalası. Şamaxı rayonunda. Bu da Şamaxı rayonunun mərkəzi. Çox gözəl, mənzərəli bir yer. Bu da Qız qalası. Burada risk eləyə buradan görək çıxa biləcəmmi? Deməli, çöl adamı bir dəfə gəlib burada çəkiliş eləyəndə buradan düşəndə yıxılmışdı. Böyük xəsarət almışdı. Allah, gözəl bir mənzərə. Görüntü. Gördüğünüz bu hündür mərtəbəli bina Şamaxının mərkəzi olan köhnə Şamaxı mehmanxanasıdır. Bir də o Küraraz dediğimiz göl. Belə, hələlik bu qədər.